Gününüz aydın olsun əziz tamaşaçılar. Xəzərin səhəri sizinlə birlikdə yeni bir günə start verir və artıq qonaq bölümündəyik. Hər zaman olduğu kimi bugün 4-cü İslam Həmrəliyi oyunlarına hazırlıq işlərindən söhbət açacağıq. Qonağımız bizimlədir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmaya Məmmədova Xəzərin səhərinin qonağıdır. Xoş gəlmişsiniz Səmaya xanım. Salam, sabahınız xeyir olsun. Salam. Səmaya xanım, işləriniz necədir? Bu sualdan başlayaq və hazırlıqlar nə yerdədir? Bir qədər məlumat verərik. Yaxşıdır işlər. Mən ümumiyyətlə nəzərə alsaq ki, aktiv həyat tərzi sevən bir insanam və nəzərə alsaq ki, mən nə qədər çox iş olur, mən ondan daha çox zövq alıram. Demək ki, işlər yaxşıdır və ələxüsus oyunların yaxınlaşdığı vaxt ərəfəsində çox az bir vaxt qalıb, 20 gündən bir qədər çox bir vaxt qalıb və təbii ki, həyəcan artır, məsuliyyət daha çox artır və iş də artır, amma ümumi vəziyyət yaxşıdır və əgər oyunlara hazırlıqdan danışsaq, deməliyəm ki, demək olar ki, hər şey artıq bitib və hazırlıq işləri qrafika uyğun getdi. Şükürlər olsun ki, heç nə gecikmə oldu, nə problem yaşandı. Yəni, öncədən nəzərdə tutulan proqram, belə demək olar, söz ardıcılığı ilə getdi. Nə gözəl. Və biraz öncə də biz nəqliyyatdan o qədər danışdıq, xanımdan nəqliyyatda, yəni Bakıda nəqliyyat, bu avtobuslarda bağlı problemlər falan. Ancaq elə bizə maraqlıdır ki, açılış zamanı, ümumiyyətlə oyunlar zamanı nəqliyyat sistemi necə çalışacaq? İnsanlar, müraciət, yəni öz vətəndaşlarımız, xaricdən gələn turistlər necə aparılacaq, hardan hara aparılacaq? Siz nəqliyyatdan danışdınız, vallah mən də icazə versəniz fürsətdən istifadə edib vətəndaşlarımızdan çox xahiş edirəm ki, yolu keçəndə ehtiyatlı olsunlar. Yəni mən məsələn dünən bir hadisənin şahidi oldum, mən şok keçirdim də. Yəni ata qucağında uşaq, əlində uşaq, xanımı yanında, xanımının qucağında bir uşaq və çox sürət həddi yüksək olan bir yerdə və keçidin düz bəlkə də 10 metr yanında bu adam yol keçir və təbii ki, sürücü həyəcanlanır, siqnal verir və bu insandakı həvəsə baxın ki, dayandı yolun ortasında, qucağında uşaq çömb sürücüyə deyir ki, nə var deyir, nə istəyirsən, nə olub ki? Yəni, heç olmasa özlərini düşünmürlər, uşaqlarını düşünsünlər də, yəni belə nüanslar var. O ki, qaldı bizim nəqliyyata, yəni təbii ki, biz çalışacağıq ki, şəhərin bu ictimai nəqliyyatına bir o qədər də mənfi təsir edəcək heç bir məqam olmasın, çünki nəzərə alsaq ki, insanlar işə gedir, işdən gəlir, demək ki, ictimai nəqliyyatda problemlər yaşanmamalıdır. Açılış, bağlanış mərasimində şəhərin müəyyən çox az yolları ola bilər ki, bağlansın və ümumilikdə bildiyiniz kimi xüsusi xətt çəkilir. Açılışa və bağlanış mərasimlərinə mən qeyd eləməliyəm ki, xüsusi ekspres avtobuslar olacaq. Əhalini Olimpiya stadionuna aparıb gətirmək üçün və bu ekspres avtobuslardan əhali pulsuz şəkildə istifadə edəcək. Amma bir şərtlə ki, ya bilet, ya da ki, oyunların açılış və yaxud da bağlanış mərasiminə bileti təsdiq edən hansısa bir sənəd olsun. Ola bilər ki, online alsın, yəni o sənəd onun əlində olmalıdır ki, həmin bu ekspres avtobuslardan pulsuz şəkildə istifadə edə bilsin və ekspres avtobuslar şəhərin 3 əsas metro stansiyasının yanından əhalini aparıb gətirəcək. Bu 20 yanvardır, Gənclikdir və Qara-Qarayev metro stansiyaların yanında xüsusi ekspres avtobuslar olacaq. Və ümumi nəqliyyat, ictimai nəqliyyatın gedişatında heç bir problem yaşanmayacaq, belə demək olarsa. Yəni, qrafikdə heç bir dəyişikliklər, belə böyük dəyişikliklər təbii ki, nəzərdə tutulmuyub. Ümumi nəqliyyat, yəni nəqliyyat sistemi elədir ki, idman arenalarına əhalini aparıb gətirə biləcək. Və idman günlərində, yarış günlərində nəqliyyat səhər saat, ictimai nəqliyyat səhər saat 6-dan gecə 1-ə kimi fəaliyyət göstərəcək. Açılış və bağlanış mərasimlərində isə səhər saat 6-dan gecə 2-yə kimi. Vətəndaşlar istifadə edə biləcəklər. Avropa oyunları zamanı həqiqətən nəqliyyatda heç bir problem olmadı. Hər şey qaydasındaydı və xüsusilə açılış-bağlanış mərasimləri çox möhtəşəm idi. İnanın, yəqin ki, hər bir vətəndaş, eyni ilə də biz özümüz bu açılış və bağlanış mərasimlərini çox böyük maraqla gözlənirik və bizə çox maraqlıdır ki, kimlərdir ssenari müəllifləri? Ümumiyyətlə deməliyəm ki, həqiqətən Avropa oyunlarında mən xatırlayıram, hətta bəzi adamlar nə açılışa bilet almışlar, nə bağlanışa bilet almışlar, heç idman
oyunlarına da bilet almamışdılar, amma o möhtəşəm açılış mərasimini görəndən sonra bağlanışa da bilet aldılar, idman yarışlarına da bilet aldılar. Ümumilikdə deməliyəm ki, bizim bu əməliyyat qrupu bu açılış və bağlanış mərasimlərini çox-çox qapalı şəkildə saxlayır. Yəni onlar bunu təbii ki, dünya təcrübəsinə əsaslanaraq deyirlər, amma bir məlumatı çatdıra bilərəm ki, açılış mərasiminin bədii hissəsinin rəhbəri Avstraliyadan olan mütəxəssisdir, amma prodüseri isə İngiltərədən olan mütəxəssisdir. Yəni bunlar dünya ulduzları olmayacaq, mən indidən deməliyəm. Sadəcə olaraq çalışıblar ki, belə bir məlumat verdilər ki, çalışdıq ki, nəzərə alsaq ki, bu İslam həmrəyliyi oyunlarıdır və Azərbaycan çox maraqlı bir ölkədir. Yəni bütün dinləri özündə cəmləşdirən, özü qədim tarixə malik olan, maraqlı ədəbiyyata malik olan bir ölkədir və biz təbii ki, ev sahibi olan bir ölkə kimi çalışmışıq ki, açılış mərasimində həm tariximizi, həm mədəniyyətimizi, həm ədəbiyyatımızı bir qədər nağılvari şəkildə dünyaya çatdıraq. Və nəzərə alsaq ki, artıq Avropa oyunlarından bizim, yəni biz tamaşaçıların bir təcrübəsi var, açılış, bağlanış və ümumilikdə götürsək oyunlarda həqiqətən hər şey mükəmməl idi, açılış möhtəşəm idi, elə digər məqamlarda və bilirik ki, bu dəfə də nəsə möhtəşəm bir şey bizi gözləyir, artıq səbirsizlənirik və çox maraqlı gəlir. Ona görə əhali mütləq şəkildə biletləri vaxtında alsınlar, çünki belə deyim, səhnənin quruluşunu nəzərə alaraq açılış mərasiminə 30.000 bilet satışa çıxarılıb, bağlanış mərasiminə 60.000 bilet satışa çıxarılıb. Yəni bu ona görə və açılış və bağlanış mərasimlərinin ümumiyyətlə biletlər açılış mərasiminə 20 manatdan 200 manat arasında, bağlanış mərasiminə 10 manatdan 100 manat arasında dəyişir və şəhərin 12 mərkəzi var ki, orada alış-veriş, belə demək olarsa, biletləri almaq olar və 3 əsas ticarət mərkəzi var ki, oradan biletlər əldə edə bilərlər. Onlayn şəkildə, yəni o bəzən olur da qara bazar deyirlər də, problemlər yaranır, biletlərdə kopyalama olur. Yəni bu halların qarşısını almaq üçün onlayna daha çox üstünlük vermişik və idman oyunlarına biletlərin satışı 2 manat 5 manat arasında dəyişir. Hətta bəzi idman arenaları var ki, Tofiq Bəhramov adına stadiondur, gimnastika arenasıdır, Heydər Əliyev adına idman sarayıdır ki, orada hətta uşaqlar üçün biletlər 1 manatadır və bəzi seksiyalar var ki, orada müəyyən yaş həddinə qədər pulsuzdur. Yəni ona görə əhali indidən biletləri alsın, açılış mərasimi zamanı yaxınlaşanda vaxt artıq biz bilirik ki, bunun şahidi də olmuşuq. Hətta bəzi idman oyunlarına biletlər tapılmır da və mən bir maraqlı faktı sizin diqqətinizə çatdırım ki, baxmayaraq ki, bu İslam həmrəyliyi oyunlarıdır, bilet satışında ön sıralarda gedən ölkələrdən Gürcüstan və Rusiyadır ki, Gürcüstandan və Rusiyadan, deməli, Türkiyədən bilet alanların sayı doğrudan da çoxdur və Gürcüstandan və Rusiyadan da, yəni çox böyük bir maraq var bizim bu oyunlara və mən qeyd eləməliyəm ki, ölkəmizə gələn, məsələn, hal-hazırda Rusiyadan çox sayda mətbuat nümayəndələri gəlir və çox sayda da sorğular göndərirlər, çox maraqlıdırlar, yəni İslam həmrəyliyi oyunlarına. Onlar üçün də bir növ yenilikdir, çünki İslamın ürəyi Bakıda döyüləcək, çox maraqlı olacaq. 57 ölkə. Bəli, nə qədər idmançı bəs? 4000-ə yaxın idmançı qatılacaq. 3000-dən biraz çox bir 4000-ə yaxın idmançıdır və 20 idman növündə idmançılar qatılacaqlar və mən qeyd eləməliyəm ki, Azərbaycandan sonra ən böyük nümayəndə heyəti olaraq ölkəmizə gələcək Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və İran. Bu ölkələrdən gələn idmançıların sayı çoxdur. Maraqlıdır. Yəni elə bax bu çəkdiyiniz ölkələrdən daha çox geniş nümayəndə gələcək. Bəli, ümumilikdə idmançıların sayına görə Azərbaycandan sonra ən böyük nümayəndə heyəti bax bu ölkələrdəndir. Səma xanım, bəs ən böyük maraq hansı idman növünədir? Sizcə tamaşaçılar ora axın edəcəklər, belə deyək? Ümumiyyətlə, bilirsiniz necədir? Həmişə ən böyük maraq bizim Azərbaycanlıları götürsək, biz həmişə güləşə böyük maraq göstərmişik, cüdoya maraq göstərmişik, boksa
maraq göstərmişik və ümumi bilet satışında bu idman növləri ilə bərabər atletikadır, voleyboldur, futboldur və taekvondo. Bu idman növlərinə və üzgüçülüyə çox böyük maraq var. Yəni bu idman növlərinə çox böyük maraq var və suya tullanmada mən sizə deməliyəm ki, suya tullanmaya da başlayıb bilet satışında çox böyük maraq artmağa və elə ümumi qeyd eləməliyəm ki, elə bu idman növləri üzrə də güləşdir, taekvondodur, cüdodur, atletikadır, bu idman futboldur, bu idman növlərində də elə gələn idmançıların sayı doğrudan da çoxdur və mən deməliyəm ki, rəqabət çox böyük olacaq, çox böyük olacaq. Çünki elə idman növləri var ki, həmin o idman növlərində artıq dünyada tanınan idmançılar gəlir və biz elə keçən dəfə idmançılarla danışanda, bilmirəm, püşkatmada gördünüz, məsələn, futbolda doğrudan da çox çətin bir qrupa düşmüşük. Biz istər Kamerun olsun, istər digər ölkələr olsun ki, onlar artıq futbolda kifayət qədər sözünü demiş ölkələrdir və yaxud da digər idman növlərində, amma yəni bizim idmançılarımız da çox yaxşı hazırlaşırlar, çünki artıq İslam Əmrəli oyunları ilə bağlı qərar veriləndə ki, 2014-cü ildə iyul ayında Bakıda keçirilməsi ilə bağlı qərar veriləndə artıq hər bir federasiya öz proqramını hazırladı. Hər bir federasiya bu istiqamətdə işləməyə başladı və bizim də idmançıların çox çətin rəqibləri, çox ağır rəqibləri olacaq. İstər ağırlıq qaldırma olsun, istər güləş olsun, istər taekvondo olsun, istər cüdo olsun. Mən təbii ki, bizim idmançılara da uğurlar arzulayıram. Səmaya xanım, çox qısaca neçə ölkədə yayımlanacaqdır? Deməli, hal-hazırda demək mən sizə deyim, bugünə 12 ölkə ilə kontrakt imzalanıb. Yəni bu 12 ölkə ilə kontrakt deyəndə Ərəb Əmirlikləri Yayım Birliyi var. Yəni bu birlik ötürəcək. Bu hələlik bugünə qədər artıq 12 ölkə ilə kontrakt artıq imzalanıb. Uğurlar arzulayırıq. Mən təşəkkür edirəm. İşləriniz çoxdur və ümid edirəm ki, müvəffəqiyyətlə öhdəsindən gələcəksiniz. Həm idmançılarımıza, sosial şəbəkələrdə izləyirəm, Samaya xanım, Radik İsayev axırıncı dəfə paylaşmışdı. Necə hazırlaşırlar İslam oyunlarına, necə medal həvəsindədirlər ki, bayrağımızı ucaltsınlar. Biz onlara 2 qat məsuliyyətdir də, həm də öz ölkəmizdədir, əhali, istəsən də istəməsən də 2 qat məsuliyyətdir. Və xüsusilə nazirlik tərəfindən onlara göstərilən dəstəyi də vurğulamalıyıq. Minnətdarıq sizə. Təşəkkür edirik. Ümid edirik ki, yenidən görüşəcəyik. Yenidən oyunlara az bir müddət qalmış studiyamızın qonağı olacaqsınız. Təşəkkür edirəm sizə. Çox sağ olun. Çox sağ olun. Əziz tamaşaçılar, 4-cü İslam Həmrəylik oyunlarına hazırlıq prosesi haqqında ətraflı müzakirə apardıq. Qonağımız isə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmaya Məmmədova idi. Və hal-hazırda studiyamızda bir isti abu-hava var. Səmaya xanım gəldi, onlardan danışdı. Bilmirəm nədirsə, çox istidir. Bəs hava necə olacaq bugünə? Bu haqda məlumat əldə edəcəksiniz birazdan.